Bismillahirrahmanirrahim ve bihi nesta'in innehu hayru nasirin ve mu'in ve sallallahu ala seyyidina ve nebiyyina Ebu'l Qasimil Mustafa Muhammed sallallahu aleyhi ve aleyhi ve sellem ve ala alihil masuminel mukarramin la siyyumel hücceti ruhi ve ervahul alemin لتراب مقدمه الفداء أما بعد قال الله الحكيم في كتابه الكريم أعوذ بالله من الشيطان اللعين الرجيم والكتاب المبين إنا أنزلناه في ليلة مباركة إنا كنا منذرين فيها يفرق كل أمر حكيم صدق الله العلي العظيم. Allah ibadet itaətlərimizi, tutulan oruclarımızı dərəcəyə qəbul etirsin. Allah bu mübarək ayı, mübarək gecələri ömrümüzə, həyatımıza sonuncu Ramazan ayı, sonuncu Qədir gecələri qərar verməsin inşallah. Ehtimal olunan gecələr mübarək Ramazan ayının 19-cu, 21 və 23-cü gecələridir ki, Qədir gecəsi adlanır. Ümumilikdə isə Peyğəmbərimizdən və məsum imamlarımızdan əldə olunan hədislərə nəzər saldıqda görürük ki, Ramazan ayının son 10 günlüyünü oyaq qalmaq, ibadət eləmək və ehya saxlamaq tövsiyə olunub. Və bu məşhur hədisi bir çoxlarınız eşitmişsiniz ki, əziz Peyğəmbərimiz Ramazanın 20-sindən sonra yatağın yığışdırardı və ta Ramazan çıxana qədər heç kəs Peyğəmbəri gecə yatarkən görməzmiş. Peyğəmbər son 10 gecəni ibadət edər və dua edərdi. Qədir gecəsi ehtimal olunur, hansı gecədədir? Amma Ramazan ayındadır. Şəhru Ramazan əlləzi unzilə fihil Quran. Ramazan ayında Quran nazil olub. Quran nazil olan gecə Qədir gecəsidir. Quran buyurur, Duxan surəsində buyurur ki, İnna ənzəlnahu fi leylətin mübarəkə. Biz onu mübarək gecədə nazil elədik. İnna kunna munzirin fiha yufraqu kullu əmrin həkim. O gecə bütün işlər hikmət üzündən bölünər, müəyyənləşər. Bəs Qədir gecəsi Quranın nazil olan gecəsidir. Ramazan ayında baş verib bu. Ona görə Qədir gecəsinin Ramazan ayında olması mütləq hədislərə, ayəyə əsasən bu nəzər çıxır. Qədir gecəsi Ramazan ayındadır və Ramazan ayının hansı günlərindədir? Sonluğundadır, belə hədisdə qeyd olunur və 3 gecənin hədisi var ki, dediyim o gecələr də 19-cu, 21 və 23-cü gecələr, ehtimal olunan gecələr və bir də 27-ci gecə Qədir gecəsi Ramazan üçün ehtimal olunur. Və bu 3 gecənin hər birinin də bir-birinə əlaqəsi var. Hədis var, İmam Sadiq əleyhissalamdan buyurur ki, birinci gecə baxılır, kim belə deyək də nəyə layiqdir, kim nə əldə eləyə bilər, ona baxılır. İkinci gecə o insanlara, o şeylər, istəklərinə uyğun bölünür və üçüncü gecə imzalanır və möhürlənir. Yəni, üçüncü gecə son qərarın, elə bil, bir illik insanların müqəddəratını müəyyən eləyən məsələlərdir. Ona görə 3 gecə oyaq qalmağın mənası budur. Biz bilsəydik bir gecəni oyaq qalsaq bəs eləyir, belə deyir. Yəni, birinci gecə deyir, bunu bənzədirlər paltar tikiminə. Əvvəl gedirsən, dərzi ölçüləri götürür. Sonra bir dənə o ölçülərə uyğun sənin üçün kostyumu, köynəyi, şalvarı kəsir, ona kök atır. Amma elə tikmir. Bəli. Onu sən giyinirsən. Orada da yəni nələrsə dəyişə bilir. Böyük olsa biraz kiçilə bilir ölçüsü falan, bəsməkan, rəng seçimi falan. Yəni orada da neysə dəyişir. Amma ondan sonraki artıq tam əynivədir bu şey, verilir tikişə. Elə bil, Ramazan ayında Qədir gecəsində bu prosedur gedir. Yəni, biz nə istəyirik? Birinci gecə, ona baxırlar. Ona görə bu gecə oyaq qalırıq ki, istəyimizi Allaha bildirək. Bir gözəl hədis var, o hədisi inşallah istəyirəm oxuyam sizə. Allahın iznindən Həzrəti Musa əleyhissalamdandır. Peyğəmbərimiz nəql eləyir.
buyurur ki, Qalə Musa, Həzrəti Musa aleyhissalam Allaha dedi, İlahi uridu qurbəkə, istəyirəm sənə yaxın olum, sənin yaxınlığını istəyirəm. Qal, Allah Teala ona cavab verdi, qurbi limən istəyqəzə leylətəl qədr. Mənə yaxın olmağın yolu Qədr gecəsi oyaq qalmaqdır. Həzrəti Musaya Allah bildirir ki, Qədr gecəsi oyaq qalmaqdır. Qalə ilahi uridu rəhmətəkə. Sonra dedi, ilahi rəhməti istəyirəm. Qal, rəhməti limən rəhiməl məsakinə leylətəl qədr. Rəhmətim miskinlərə mərhəmət göstərməkdir Qədr gecəsində. Yəni, yoxsul insanlara baş çəkmək, onlara hal-əhval xəbər almaq, onların ehtiyacları ilə maraqlanmaq, miskinlərlə maraqlanmaq, Allah deyir ki, rəhmətim Qədr gecəsi bu işi görənlərindir. Qal, ilahi uridul cəvazə aləs-sirat. İlahi sirat-əl müstəqimdən qiyamət günündə rahat keçid istəyirəm ki, bir çoxların ayağı büdrəyəcək, yıxılacaq. İndi sirat nədir, hardadır? Hədislər bizə bildirir ki, sirat cəhənnəmin üstündən olan bir körpünün adıdır. Körpünün adıdır. Tükdən incədir, qılıncdan itidir. Bunun mənası bu deyil, yəni reallıqda məsələn bir dənə tük kimi bir şey çəkiblər onun üstünə. Yox, bunun bir dənə rəmzi mənası var. Mənası budur ki, oradan hər adam keçə bilməz. Oradan hər adam keçə bilməz. Hər adam keçə bilməzin mənası da budur ki, oradan keçmək üçün müəyyən şərtlər lazımdır insanda olsun. Yəni, hər hansı bir günahın sahibisənsə, oradan keçəndə sən büdrüyüb yıxılacaqsan və cəhənnəmin o qatında, o günahdan paçlanacaqsan. Yalan danışanlar düşəcək, qeybət edənlər düşəcək, zina edənlər düşəcək, haramxorlar düşəcək, sələmxorlar düşəcək, nə qədər günah sahibi var, hər günah sahibi oradan keçəcək. Və öz günahına görə orada düşəcək, yanacaq və günahdan arınandan sonra nə qədər müddət yenidən yoluna davam eləyəcək. Bu cür nədir? İndi hamı istəyir ki, oradan rahat keçsin, da bir dəfəyə keçsin. Deyir, ilahi istəyirəm siratdan icazə vərəqəsi alım səndən. Civaz, yəni icazə, keçid icazəsi alım səndən. Qal, zalikə limən təsəddəqə bi sədəqətin fi leylətil qədr. Allah deyir, siratdan keçmək üçün şərtin budur ki, Qədr gecəsində sədəqə verəsən. Bu gecə sədəqə vermək, Qədr gecələrində sədəqə vermək çox tövsiyə olunur. Yəni, iftardan sonra, iftardan qabaq fərqi yoxdur. Bir fəqirə, yetimə, bir ehtiyaclı insana müəyyən miqdarda gücün çatan qədərində sədəqə ayır. Sədəqə ayır və bu gecə o sədəqə səbəb olar ki, insan sıratdan rahat keçə bilsin. Qalə ilahi uridu min əşcaril cənnəti və simariha. İlahi istəyirəm cənnətində əyləşim və o cənnətdəki ağacların kölgəsindən və ağacların meyvəsindən yiyim, kölgəsindən sərinlənim. Qalə zalikə limən səbbəhə təsbihətən fi leylətil qədr. Oradakı cənnət ağacından, meyvəsindən istifadə etməyin şərti Qədr gecəsində təsbih deməkdir. Şərti budur. İstəyirsən belə bir şey, gerək Qədr gecəsi oyaq qalasan və təsbih deyəsən. Təsbih yəni Allahı pak və münəzzəh bilmək. Yusəbbihu lillahi ma fis səmavati və ma fil ərz. Cümə surəsinin məsələn 1-ci ayəsi. 7 dənə surə var ki, müsəbbihat adlanır, səbbəhə ilə başlayır. Yusəbbihu lillahi ma fis. Yerdə göydə olanların hamısı Allaha təsbih deyir. Təsbih deyir. Və lakinnə la yəfqəhun. Bir ayədir ki, siz onların təsbihini dərk etmirsiniz, eşitmirsiniz, bilmirsiniz. Amma bunu bilin ki, daş da belə, ot da, torpaq da, ağac da, həşərat da belə, göydə, yerdə nə var, hamısı Allaha təsbihdir. Səhərdən axşama qədər Subhanallah deyir. Deyir ki, istəyirsə bir adam behiştər nemətlərdən istifadə eləsin, yolu bu gecə, Qədr gecəsində, ey Musa, təsbih deməkdir, Allahı pak bilmək, Subhanallah, Subhanallah, yəni ilahi mən səni hər eyib və nöqsandan pak bilirəm. Sözün mənası budur. Subhanallah, yəni paksan, münəzzəhsən ey Allah.
La ilahe illa ən subhanəkə inni kuntu minəzzə. Həzrəti Yunus bu sözlə çıxdı balığın qarnından. La ilahe illa ənt. Səndən başqa məbud yoxdur. Subhanəkə inni kuntu minəzzə. Sən paksan və mən özümə zülm edənlərdənəm. Yunus bunu dedi və xilas oldu. Bu zikrin adı Quranda qaldı Yunusiyyə zikri. Bəs Allahı təsbih deyə insan bu gecələr Allahı pak bilə, hər eyb və nöqsandan pak bilmək insanın Allaha olan təsbihidir. Bu söz Subhanallahla da ola bilər, Elhamdülillahla da ola bilər, La ilahe illallahla da ola bilər. Hətta gələr insan bu sözü yahu, 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 bu zikirlə də deyir, ey o, qədim ariflərin zikridir, yahu. Özü gözəl zikirlərdən biri La ilahe illallahdır ki, insan orada riya eləyə bilmir. Subhanallah'dan nə qədər də asla desin, Subhanallah. Burada o hı ki var, o səni boğazı hısıdır, o hiss elətdirir ki, sən zikirdirsən. Amma bir dənə la ilahe illallah deyin səssiz. Yəni bunu heç kəs bilmir və eşitmir. La ilahe illallah zikri zikirlərin içində ən gözəlidir. Yəni insan onu dediyi vaxt riya ora qarışa bilmir. Yəni riya necə? Məsələn, mən Subhanallah, Subhanallah deyirəm. İndi bir nəfər gəlsə desin, maşallah, əcəb zikr eləyir. Artıq məndə biraz zad yarandı. Əgər təkəbbür, xırda da özümdən razılıq yarandı. Və yaxud da deyirəm, elə qəsdim də görəm, baxır mənə biri, biraz da surətlənirəm. Bu riyaya çəkə bilir. Amma la ilahe illallahdır, orucluğun özüdür. Bu orucluq yeganə ibadətdir ki, içində riya yoxdur. Yəni ac qalmağa görə özü kimə göstərə bilərsən? Namazda riya qarışa bilir, həccə gedirsən riya qarışa bilir, xumus verirsən riya qarışır, zəkat verirsən riya qarışır, sədəqə verirsən riya qarışır. Elə məhərrəm ayı, əzadarlıqdır, sinə vurursan, şeytan vəsvəsə eləyə bilər, riya qarışa bilər. Amma həm Ramazanın özü, həm la ilahe illallah zikrinə hədislərdə də var bunlar ki, bunlara riya qarışa bilmir. Yəni insan bunları gizlin şəkildə eləyə bilir və heç kəs də bundan xəbərdar ola bilmir. O gün bir yerdəydik, biri iftara yaxın düşmüşdü cəmaatın canına, soruşurdu, oruçsan, 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 oruçsan. Çağırdım onu, dedim, vallahi belə eləmə, ayıbdır. Kim tutub? Tutub, tutmayıb, tutmayıb. Sonra soruşdum ki, özü birinci ildə tuturmuş, maraqlı gəlib ona, elə hamından da soruşurmuş. Yəni bu məsələlərdə Allah özü bu şərait yaradıb da, insanlar, yəni elə ibadətdir ki, oruc. İnsan heç kəsə lovğalıq eləyə bilməz orucu ilə. Ac qalması ilə nə təşəbbürlük eləyəcək ki? Bu bir. İkincisi ki, elə zahir görsənən bir zadı da yoxdur ki. Görüntüsü yoxdur orucun. Günorta vaxtı dayansın 100 nəfər deyə bilərsən bunların hansı orucdur, hansı orucdur. Amma 100 nəfər dayansın, namaz qılanla namaz qılmayan seçiləcək. Sədəqə verənlə sədəqə verməyən seçiləcək. Ehram bağlayıb həcdə Allah-u Ekber deyənlə ehram bağlamayan seçiləcək. Bəs Allahı təsbih demək, zikr eləmək və zikirlərin də içində ən gözəli la ilahe illallahdır. Allah buyurur, la ilahe illallah mənim qalamdır. La ilahe illallahu, kəlimətü la ilahe illallah hisni, mənim qalamdır. Fəmən dəxələ hisni əmnə min əzabi. Kim mənim bu qalama daxil olsa, əzabımdan amanda qalacaq. Ona görə alimlər, ariflər, övliyalar hər zaman Allaha zikr eləyiblər. Allaha zikr eləməyi özlərinin həyatının əsas hissəsi qərar veriblər. Əsas hissəsi qərar veriblər və zikirdən də doymayıblar. Bəs Qədr gecəsi zikr eləmək üçün ən gözəl vaxtdır. İnsan zikr eləsin. Düzdür, bu gecənin müəyyən əməlləri var, amma elə şərtdir, namaz, dua, Quran bitdi. Yox, elə səhərə qədər məsələn zikr denən. Fürsət olduqca zikr denən. Qala ilahu uridun nəcatə minən nar. İlahi, istəyirəm cəhənnəm ateşindən xilas olun. Həzrəti Musa istəyir, bunları Allah da bütün istəklərini yönəldir Qədr gecəsinə. Deyir, ilahi, istəyirəm cəhənnəmdən xilas olun. Qalə zalikə limən istəxfərə fi leylətil qədr. Bu, Qədr gecəsi tövbə edənlərə aiddir. Qədr gecəsi istiğfar edənlər cəhənnəm ateşindən xilas olacaqlar. Qalə ilahi uridu rizakə. İlahi, istəyirəm sən məndən razı qalasan. Razılığı istəyirəm. Nə gözəl haldır insan üçün. İnsan dünyada başa düşsə ki, Allah məndən razıdır.
o yerə çata bilsə insan xoş halına. Başa düşəsən ki, Allah səndən razıdır. Yaşayışından razıdır. İbadətindən razıdır. Təqvandan razıdır. Ailə münasibətindən razıdır. Məscid rəftarından razıdır. İşdəki münasibətindən razıdır. Hər şeyindən razıdır. Bax, belə bir adam behişlikdir. Behişdə bir dərəcə var, məqam var. Allah deyir ki, behişdir rizvan. Eşitmiş zadım. Allahın razı qaldığı kəslərin oturacağı yer. Behiştin ən yüksək qatıdır. Quran onu gördü ki, bəzi kəs möminləri tərif eləyəndə deyir ki, Allah onlardan razıdır. Onlar da Allahdan razıdır. Allah onlardan razıdır, yəni Allah onlara dünyada ən böyük mükafatı verdi artıq. Allah bir insandan razıdır. İndi deyir, ilahi, istəyirəm, mən sənin razı qaldığın bəndə olun. Qalə rizaya limən sallə rəkətəyni fi leylətil qədr. Buyurdu ki, Musa, razılığım Qədr gecəsi 2 rükət namaz qılana aiddir. Çox güman ki, o Qədr gecəsinin 2 rükət namazı ki var, o namazı qəsd eləyir və yaxud da elə 2 rükət hər hansısa bir namaz Qədr gecəsində qürbətən ilə Allah razılığını əldə eləmək üçün, bu gecə Allaha yaxın olmaq üçün və bütün bunların cümlələrin əvvəlində ilahi, istəyirəm səndən yaxın olum sənə, qurbikə, ilahi müqərrəblik, yaxınlıq. Biz hər bir halda istəyirik. Namaz, bütün namazlarımızda onu istəyirik başlayanda. Allahdan onu istəyib namaza başlayırıq. Zöhr namazı qılıram. Qurbətən ilallah. Allaha yaxınlaşmaq qəsdi ilə. Ramazan ayının bu gününün orucunu tuturam. Qurbətən ilallah. Allah sənə yaxınlaşmaq qəsdi ilə bu gün oruç tuturam. Həccə gedirəm, sədəqə ver. Nə edirik? Hansı ibadət ki var içində niyyəti? Dira niyyət. Yəni Allaha yaxınlaşmaq. Başqa bir şey tapa bilməzsiniz. Heç bir başqa ifadə tapa bilməzsiniz ki, mən bu ibadəti eləyirəm. Nə üçün eləyirsən bunu? Allah sənə yaxınlaşmaq üçün. Qurban sözünün mənası yaxınlaşmaq deməkdir. Qurban kəsirik, heyvan başını kəsirik. Ətin paylayırıq fəqir füqaraya. Nə üçün edirik bunu? Allaha yaxınlaşmaq üçün. Ona görə hədisdə Peyğəmbər buyurur ki, əs-səlatu qurbanı kulli təqi. Namaz bütün təqvalıların qurbanıdır. Yəni qurban nədir? Bizi Allaha yaxınlaşdıran vasitə. Namaz da qurbandır, həcc də qurbandır, zəkat da qurban, hamısı qurbandır. Qədr gecəsi də qurbandır. Çox adam elə zehnində bu deyir, qurban deyən kimi qoyunu fikirləşir. Hə, qoyun, qurbanlıq qoyun. Yox, orada məsələ Allaha yaxınlaşmaqdır, önəmli mövzu budur. Bəs insan bacarsa bu gecələr, bu ayda Allaha yaxınlaşdıra bilsə özün, o hər şeyi əldə eləyəcək. Allaha yaxınlaşmağın yolu bu gecələr, oyaq qalmaq, ibadət eləmək, istiğfar eləmək və insan o mənəvi ləzzətdən bəhrələnməsi. Bax, bütün bunlar hamısı Qədr gecəsində mümkündür. İnnəllaha yəğfiruz zunubə cəmiən, innəhu huvəl qafurur rəhim. Bağışlamaq da bu gecədir, yaxın olmaq da bu gecədir, razılıq məqamı da bu gecədir, behişti qazanmaq da bu gecədir, cəhənnəmdən uzaq olmaq da bu gecədir. Siz təsəvvür edin, bütün bunların hamısı insana əta olunur. Təbii ki, Qədr gecəsinin əsas hissəsi nədən ibarətdir? Biz oyaq qalırıq. İndi bizim elə sırf oyaq qalmağımız məsələni həll eləyir. Cavab odur ki, xeyr. Nə çox oyaq olan olacaq ki bu gecə, sabah, biri gün. Üzr istəyirəm, o qədər əyyaş yerlərdə səhərə qədər yatmayanlar var ki, o qədər məst adam var bir dəqiqə küçələrdə. Yiyib içib oynayır özü üçün. Deməli, məsələ burada tək oyaq qalmaq deyil. Oyaq qalıb düşünmək, oyaq qalıb nəticə çıxartmaq, oyaq qalıb bir tədbir görmək, bir gələcək üçün nəsə bir fikir, düşüncə, bir ideya, nə bilim, bir hərəkətlənmə olmalıdır Qədr gecəsində. Hərəkətlənmə də
müqəddəməsi budur ki, sən tövbə elə, peşmançılığı iqrar elə, Allahdan istə, düzgün sağlam bir gələcək istə, yaxşı həyat istə özün üçün, iman dolu bir həyat istə özün üçün və qarşı o məqsəd qoy, o məqsəd uğrunda da yaşa. Məqsəd uğrunda da yaşa. Və bu ayda kifayət qədər cümlədə də qeyd elədik. Bizim həm köməyimiz var, həm biz üçün, həm özümüz istiğfar eləyirik, paşlanırıq, həm mələklər biz üçün istiğfar eləyir, Allah bizi bağışlayır, həm mələklər biz üçün zikr eləyir. Hədisdə var, oruç tutanların üçün Allahın mələkləri var ki, sayını Allah bilir, onlar üçün dua eləyir. Biz üçün kifayət, biz çətinliyə düşəndə 5 nəfərə deyir ki, sən Allah mənə dua elə. Ümid eləyirik ki, o dua eləyəcək və mənə onun duasının xeyri çatacaq. Bu ayda mələklər biz üçün dua eləyir. Başqa ayda mümkün də etməsin. Başqa ayda heç mələklər heç başqa kəsləri dua eləsin, daha yaxşı möminləri dua eləsin. Amma bu ayda hamını dua eləyir, bütün oruç tutanları dua eləyir. Da onlar baxmır bu orucu hansı dərəcəsi ilə tutur, imanın nə qədərdir, yəqini nə qədərdir, ora baxılmır. Oruç tutubsa bu bəndə, bunun üçün dua eləyir mələklər. Bəs kifayət qədər köməyimiz var, dua eləyən mələklər var biz üçün, istiğfar eləyən mələklər var biz üçün və gecələr var ki, bu gecələr əlverişlidir və o gecələr insan həyatında müəyyən dönüşlər yarada bilər. Xülasətül kəlam budur ki, inşallah Allah bizi bu gecələrin qədrini bilənlərdən qərar versin. Allah aqibətimizi, axirətimizi xeyirli eləsin. Allah bizi dinin yoxluğu ilə imtihan eləməsin. Həzrət Fatimə Zəhra salamullahi aleyha dua eləyərdi, deyərdi ilahi, səndən istəyirəm müsibət və bəlanı dinimdə qərar vermə, dinimə heç nə olmasın. Doğrudan da insanın dini salamat olsun, əqidəsi salamat olsun, ac da yatsa, quru taxtanın üstündə yatsa da o xoşbəxt adamdır. Bədbəxt o adam ki, rahat bir yerdə yatsın, gözəl bir qəsrdə yatsın, imarətdə yatsın, amma dini olmasın. Bədbəxt o adamın ki, Allaha imanı olmasın, dilinə Allah gəlməsin. Biz zikr eləməsin Allaha. Bu çox bədbəxtdir. Doğrudan Allaha düşünməyən, Allaha sığınmayan insandan bədbəxt heç kim yoxdur dünyada. İnsan onu yaş keçdikcə biraz da bəzi şeylər rahat başa düşür də həyatda. Yəni tək oxumaqla, bilməklə deyil. Yaş keçdikcə baxırsan, görürsən ki, hər şey boşdur. Allahdan başqa hər şey boşdur. Əzməl xaliqu fi ənfusihim və səğurə madunə. Əleyhissalam ki, təqvalı kəslər, o kəslərdir ki, Allahdan başqa onların gözündə heç nə yoxdur. Allah bizi o dərəcəyə çatdırsın inşallah. Allah'ın verən Peyğəmbər hörməti xatirinə Allah xəstələrimizə şifa versin, qəriblikdə olanlarımızı sağ-salamet ailələrinə qovuştursun. Allah bizi xalqına, millətinə xidmət edənlərdən qərar versin. Allah'ın verən böyüklük, əzəməti xatirinə qəriblikdə, qürbətdə olanlarımızı, əskərlikdə, əsirlikdə olanlarımızı sağ-salamet ailələrinə qovuştursun. Allah'ın verirən Muhammed Ali Muhammed hörmətinə İmam-ı zamanımızı səlamət edib zühurun təcil qərar versin inşallah. Ağamızın salamatçılığına və zühurunda təcil olmasına xatir Peyğəmbər və əhl-i beytinə salavat hədiyyə edək.